Müəllimlər Birliyi Tədris Mərkəzi, müəllim Səməd Kazımlı. Deməli, qarşınıza belə bir sual çıxıb, 9-cu sinifin riyaziyyatdan buraxılış imtahanına düşə bilər. Tələb olunur bu şəkaltı ifadənin qiymətini tapmaq. Əvvəla birinci kökü olduğu kimi yazıram. 5-ci dərəcədən 8 minus 4 kökdəki hər zaman belə idi. Böyüyü kiçiyə gətirməyə çalışın. Burasını dərəcəni azaltmalı yol və yaxud da dərəcəni artırmalı yol. Mən dərəcəni azaltmadan istifadə edəcəm. Siz istəsəz artıra da bilərsiniz. Baxıram 96 plus 64 kökdə 2 var. 8-in kvadratı nə edir? 64. 4 4-üm 16, 2 əvramında 32. 64 üstə 96 var. Bir də bunların 2 misli. 2 4-üm 8, 8 8-im 64 kökdə 2 var. Deməli elə bu ifadənin özü 8 plus nəyə bərabərdir? 4 kök altında 2-nin kvadratına bərabərdir. Bərabərdir. Yazdım. 5-ci dərəcədən 8 minus 4 kökdə 2 burası 10-cu dərəcədən bir də özür istəyirəm. 10 dərəcədən olmur da. Bu 2 ilə 10 getdi. Məqsədimiz bu etdi onsuz da. 5-ci dərəcədən nə qalır? 8 plus 4 kök altında 2. Bərabər deyir. Eyni kökün altına yaza bilərim. Çünki dərəcələr eynisi kök altı ifadələr verilir. 8 minus 4 kök altında 2. Bir də 8 plus 4 kök altında 2. Bərabərdir. Yazdım. 5-ci dərəcədən A çıx B, A üstə B. Yəni ki, 8-in kvadratı çıxılsın 4 kök altında nəyin kvadratı? 2-nin kvadratı. O da bizə verir 5-ci dərəcədən 8-in kvadratı 64-dir. Çıxılsın 4 kök altında 4 4-üm 16, kökdəkinin kvadratı 2-dir. 16-nın 2 əvramında 32 elədik. Yazdım 32 bərabərdir. 5-ci dərəcədən 64-dən 32 çıxanda qalır 32. 5-ci dərəcədən 32-ni yazıram 2 üstündə 5 kimi. 5-lər getdi, kök getdi, yerdə qaldı neçə? 2.